Günün günortası hər birinizi xoş gördük. Bugünkü verilişimiz də digər verilişlərimiz kimi çox maraqlı olacaq. Ailə dəyərlərindən danışırıq. Ailə yoxsa karyera? Hər ikisini tənzimləmək, balans saxlamaq mümkündürmü? Elə onu bugünkü verilişimizdə dəyərli qonaqlarımızla müzakirə edəcəyik. Qonaqlarımızı təqdim etmək istəyirəm. Vəfa xanım Abbaslı, Sahibkar xanım, xoş gəlmisiniz. Elşad Səfixanov, psixoloq, mediator, xoş gördük sizi. Təşəkkür edirəm. Və digər qonağımız Nuray xanım Hacızadə, müğənnim. Xoş gəlmisiniz sizdən. Ailə, karyera, bu mövzu əslində qalsa çox dərindir və bu zamana necə bunu yerləşdirə biləcəyik biraz tərəddüd edirəm. Amma düşünürəm ki, ümumi olaraq bir nəticəyə gələrik. Ailə qurmaq bütün gənc xanımların ən ali hisslərindən biridir. Bütün deməyim də əksər xanımların yalnız zaman dəyişir, texnologiya inkişaf edir, insanların fərqindəliyi artır və xanımlar da başa düşürlər ki, ilk öncə karyera qurmaq lazımdır. Gəlin sizdən başlayaq. Biraz sərt başladıq. Ailə yoxsa karyera yox, elə ailə və karyera olsa daha... Siz bizim mövzumuzu dəyişməyi təklif edirsiniz o zaman. Çünki ailə yoxsa karyera deyəndə biz məcbur birini seçməli oluruq. Amma ailə və paralel karyera olanda artıq balansı qorumuş oluruq. Ali hisslər deyəndə, gənclərimizin ali hisslər deyəndə, ümumiyyətlə biz böyüklərimizdən hər zaman uşağımız haqqında xoş söz deyəndə nə deyirik? Deyirik toyunda. O qədər uşaq vaxtı biz eşidirik, toyunda bunu eləyərəm, toyunda bunu eləyərəm. Artıq bizim sanki xəyalımız, planımız toya fokuslanır ki, nə bu toyda nəsə baş verəcək və bunlar bunu eləyəcək. Amma gəlin reallığa baxaq. Bugün reallıqda artıq ailə anlayışının yanında pul qazanmaq, tanınmaq, nüfuz anlayışı artıq ailə anlayışını keçir. Və dəyər olaraq, əlbəttə keçir. Dəyər olaraq ailə anlayışı, ailə məfhumu, ailədə rol gözləmələri, bu mövzular artıq pul qazanmaq, necə pul qazanmaq, nə qədər pul qazanmaq, pulu çox olanın nüfuzu çox olur. Bu anlayışlar ortasındadır və biz uşaqlarımız da bunu gördükcə və maddiyyatın üzərində qurulan dəyərlər, ailə dəyərlərini sıxışdırdıqca artıq uşaqlar müəyyən bir yaş həddinə çatana qədər, hətta gənclərimiz əvvəlcə karyera qurum, sonra ailəni fikirləşmək istəyirlər. Hansı ki, hər iki balans pozulduqda heç nə karyera düzəməli olur, nə ailə həyatı qura bilir. Ümumiyyətlə, söhbət burada hər iki sistemə zaman ayırmaqdır. Amma biz zaman ayırırıq, ailəyə də zaman ayırırıq öz aləmimizdə, karyeraya da zaman ayırırıq. Əslində, burada mövzu zamanın içində diqqət ayırmaqdır. Düzdür, ailə üzvlərə diqqət ayırmaq çox önəmlidir. Yalnız bir şey də qəbul edək ki, son illər, son zamanlar belə deyək, feminizm anlayışı artmaqdadır və artıq müəyyən məqama gəlib çatıb, xanımların sanki bir şuuruna, təfsir şuuruna yeririlib ki, xanım işləməlidir. Bunu kimsə istəyib və yaxud da ki, bu hansısa siyasətin gizli tərəfidir bizim bilmədiyimiz. Çünki xanımlar da təbii ki, işləməlidir, ayaqlarının üzərində durmalıdırlar. Yalnız ailəyə, övlada olan diqqət, qayğı, tərbiyə bir qədər arxa planda qalır və bu da kimlərəsə belə deyək sərf edir. Yəni dünyadan mən danışıram. Ona görə bunu düzgün şəkildə tənzimləsələr insanlar, əlbəttə ki, işləmək də lazımdır, karyera da gözəldir. Öz ayağının üzərində duran xanımları biz hər zaman alqışlayırıq və onları dəstəkləyən bəyləri də alqışlayırıq təbii ki. Yalnız feminizm adı altında müəyyən şeylər etmək və insanlara məcburi şəkildə belə deyək aşılamaq düzgün deyil. Buradakı gözəl xanım əyləşin. Biri müğənni xanım da çox gənc müğənnidir, gözəl mahnılarını dinləyirdik və Vəfa xanım, Sahibkar xanım. İstəyirsiniz siz özünüz haqqında biraz ətraflı məlumat verin izləyicilərimizə. Bu mövzuda Elşad bəy kimi düşünürəm. Karyera və ailə. Bu ikisi birlikdə yanaşı gələndə kimisinə görə dost kimi görünə bilər, kimisinə görə düşmən kimi görünə bilər. Bu ikisi yan-yana. Bu artıq bizim mentalitetimizdən mi deyim, bəzi insanların düşüncə tərzindən mi deyim, irəli gəlir. Burada bir faktor var ki, yəni insanlar özünü sistematik şəkildə, sistemli şəkildə karyeranı və ailə həyatını, balansını qorumağa çalışsa, ikisini də paralel şəkildə
həyata keçirə bilər, davamlı şəkildə yürüdə bilər bunu. Bəs onu necə etmək lazımdır? Kənardan deyilən məsləhətlər, fikirlər əlbəttə çox gözəldir. Yalnız onu həyata keçirdikdən sonra müəyyən maneələr yaranır və maneələrin öhdəsindən də hər kəs gələ bilmir. Məsəl üçün Nuray xanım çox gözəl müğənnidir. Öz ayaqları üzərində durmağa çalışır və bacarır da. Gələcəkdə belə bir seçim qarşısında qalsanız, o zaman nəyi seçərsiniz? Və yaxud da qoymazsınız sizi belə bir seçim qarşısında qoysunlar? Ümumiyyətlə, mənim fikrimcə bir xanım heç zaman karyera yoxsa ailə sualı qarşısında qalmamalıdır. Çünki hərəsinin öz zamanı var. Mən şəxsən hal-hazırda öz karyerama fokuslanmışam. Bütün gücümü, bütün sevgimi karyerama verirəm. Ailə mənim üçün yəni hələ ki bir 3-5 il sonra fikrimdə Hələ ki olacaq. gəncsiniz. Bəli. Məsələ bundadır ki, bu yaşda karyeranı qurmağa başlayırıq. Amma karyer nə vaxt pik xəttinə çatır? Müəyyən bir mərhələ var. Diqqətli olur ki, onun hər zaman irəliləyiş lazımdır, Bəli. inkişaf lazımdır. O fizioloji və psixoloji durumla asılıdır. Çünki hər bir şeyin bir başlama nöqtəsi var, bitmə nöqtəsi var. Yəni Və bunu qəbul gözləntilərdən edən, də bəli, asılıdır. qəbul eləməyək. Amma məsələ bundadır ki, baxın, ailədən aldığımız güc ata-anamızdan, qardaş bacımızdan, ailə, uşaqdan və yoldaşdan alınan gücün verdiyi energiya tam fərqli olur. Sadəcə burada mövzu budur ki, bu enerjiya həm müsbət ola bilər, həm mənfi ola bilər. Tərəzinin bir tərəfinə karyera qurub, bir tərəfində ailə dəyərlər qoyanda sözsüz ki, gün ərzində, həftə, ay ərzində tərəzinin bir tərəfi, o bir tərəfin müəyyən müddət ağırlıq edir. Bizim əsas məqsəd nədir? Tərəzi qırılmasın. Əsas istəkdir o insanın daxilində olan o potensialı üzə çıxarmaq üçün əgər ətrafında insanlar, ailə üzvlərin, qohum, tanışlar varsa o potensial üzə çıxacaq. Əgər bir insan çox istedadlı bir müğənni ola biləcəksə və qarşı tərəfdə çox sevdiyi bəy varsa, onu seçirsə, o zaman onun o daxilində olan potensialın üzə çıxmadığına görə bir ömür boyu həmin adam əziyyət çəkir. Ona görə düzgün balanslaşdırmaq lazımdır və ailə dəstəyi. Ailə dedikdə bu zaman ata, ana, yaxınları mən nəzərdə tuturam. Mən bu mövzuda öz fikrimi bildirmək istəyirəm. Hər şeyi ailəyə bağlamaq da olmaz. Yəni bir insan bir şeyi istəyirsə əgər, ilk öncə bir yola girərkən, istər karyera həyatına, istər ailə həyatına girərkən ilk öncə nə istədiyini bilməlidir. Hər zaman bilir ki, hər zaman insanlar heç bir bilmir insan bunu. dörd dörtlük deyil. Hər zaman %100 nə istədiyimizi bilə bilmərik. Sadəcə biz bunu istəyirik. Doğru da istəyə bilərik, yanlış da istəyə bilərik. Amma bunu nə qədər ürəkdən istəyiriksə, mən misal üçün öz üzərimdən götürsəm, mənim qurduğum karyeramda mən ailə dəstəyi görməmişəm. Mən özüm eləmişəm və Və ailəm sizin qarşınıza qadağalar qoyulur. Mənə maneələr çox olub. Ailəm adətən mənə misal üçün maneə olub, dəstək olmayıb. Niyə sənin təhsillərin var, sən 2 universitet bitirmisən, sən niyə alverlə məşğulsan? Yəni adını biznes deyil də, SSR insanları, valideynlərimiz onu alver adı altında. Yəni bu şəkildə gözdən sama sənin yerin dövlət işidir, orqan işidir. Mən sevmirəm. Mən xoşbəxt deyiləm deyirəm, orada. sizin sözünüzü burada kəsəcəm. Əgər işinizi sevmirsinizsə, daha doğrusu peşənizi, nəyə görə həmin təhsil almısınız ixtisas üzrə? Mən təhsilimi almışam, mən ingilis dil müəllimliyini bitirmişəm. Sevməyərək o zaman. Sevməyərəkdən deyil, oxumuşam və mən ingilis dilini öyrənmişəm orada. Bu mənim üçün həyatımda və Yəni bugünkü oxuyan gün zaman düşünməmisiniz ki, öz ixtisasınız üzrə davam edəsiniz. müəllim olmağı heç vaxt düşünməmişəm. Düşünməmisiniz. Çünki ona sevgi heç vaxt yaranmayıb. Cəhd eləmişəm, baxmışam ki, özümü orada tapmamışam. Davam eləməmişəm. Şirkətlərdə Ailə tərəfindən işləmişəm. məcburiyyət olub həmin ixtisas seçməyə. Xeyr, ixtisas seçimində heç vaxt məcburiyyət olmayıb, özüm seçmişəm. Yalnız Amma yanlış seçim deyək ki, o zaman. yanlış seçim olub, bəli. Sizin işinizlə bağlı dizayner olsaydınız daha uyğun olardı. Mən magistrımı sanki. biznesin idarə edilməsini seçib oxumuşam və onu artıq öz istəyim üzərindən seçim eləmişəm. Şuuru şəkildə seçmişəm və artıq dərk eləmişəm ki, o zaman mən nə istəyirəm. Nə istədiyimi bildiyimə görə istədiyim istiqamətə gedib təhsilimi də bu yöndə almışam. Təhsil bitirdikdən sonra nə istədiyinizin Paralelində. fərqinə Mən çox vardınız. təcrübəsiz, belə deyim, cahil cəsarəti ilə biznes qurmuşam. Və o sistemli məndə olmadı. Harda gəlir bu istək? Ailədən bəlkə də gəlir. Mənim atam da bizneslə məşğul olub və içimdə də hər zaman bir iş sahibi olmaq, öz işimin sahibi Sahibkar. olmaq, yəni bir sahibkarlıq, kreativlik, yaradıcılıq hər zaman mənim içimdə bir alovlanan bir istək olub. Fərqli sahələrdə işləmişəm, şirkətlərdə işləmişəm, heç vaxt özümü tapmamışam. Uğurlu da olmaram, heç vaxt olmaram. Ad olaraq çox yüksək səviyyəli işlərdir. Amma baxırsan ki, mən orada uğurlu olmadıqdan sonra, sevmədikdən və zövq almadıqdan sonra nə mənası? İşiniz haqqında biraz məlumat verin bizə. Mənim işim, öz işimin sahibiyəm. İçəri şəhərdə kiçik bir mağazam var.
Burada özüm paralel olaraq həm öz əl işlərim var, incəsənət bir mərkəzidir ora. Azərbaycanın yerli məhsulları da hamısı. Fərqli sahibkarlarla işləyirəm, incəsənət xadimləri ilə işləyirəm, sənətkarlarla işləyirəm. Bizim əməkdaşlarımız var, hamısı müxtəlif əl işləri hazırlayırlar və bizim mağazamızda onun satışını həyata keçiririk. Mən də paralelində aksesuarlar hazırlayıram. Mütləq gəlib baxmaq lazımdır. Mütləq şəkildə. Çox gözəl ambiyansı var. İçəri şəhərin tarixi, abu-havasını qoruyur. Həm tarix, həm orada əl işləri, həm çay, kofe köşəmiz var. Yəni hamısını birlikdə bir möhtəşəm bir ambiyans yaratmışıq. Çalışırsınız? Toplamda 10 ildir hardasa bizneslə məşğulam. 10 ildir. Aç bağla. Ailə təzyiqi məni biznesimi bağlamağa məcbur eləyirdi ki, sənin yerin dövlət orqanıdır, dövlət işidir. Ailəyə qarşı çıxmaq gəlin qəbul edək ki, psixoloji baxımdan da hər kəs onu bacarmır. Çünki gərək sən o qədər fərqində olasan, öz güvənin olsun ki, nə istədiyini dərk edəsən, ondan sonra beləliklə öz işini başlaya biləsən və gənc xanım olaraq da xüsusilə. Ailəyə qarşı üzr istəyirəm, çıxmaq frazasının özü ağırdır əslində. Ailəyə qarşı çıxmaq deyil, biraz kəskin səslənir. Ailəyə qarşı çıxmayın burada. Sanki öz istədiklərini başa düşərək həyata keçirmək istəyib. Nuray xanım, bəs sizdə problem olub bu sahəyə gəlməyə? Müğənniliyə. Bizdə xanəndəlikdə və yaxud müğənnilikdə mən xanəndə kimi fəaliyyət göstərirəm. Belə əksəriyyətdə sizdə analar daha çox insana dəstək olur, nəinki atalar. Məndə isə əksinə olub. Atam bu yola bəli məni sevgimi artırıb. Mən musiqiçi ailəsində dünyaya gəlmişəm. Amma anam təəssüf ki, icazə vermirdi. Mümkünatı yoxdur, sən vəkil olacaqsan və yaxud hər hansı bir dövlət sahəsində işləyəcəksən. Amma açığı anama qarşı çıxdım. O zaman mən də istərdim ki, sizi dinləməyən əgər izləyicilərimiz varsa, elə indi məqam gəldi çatdı, ifanızda bir mahnı dinləsin. Axıb gedir, şırıl şırıl axır su, unudulmuş sevdalar, sarı əri qurusu, çiçəklər arasında uçur dəli bir arı, qırılıbdır içimdə. Yalnızlığın
Nuray xanımın ifasında gözəl bir mahnı səsləndirdi. Təşəkkürümü bildirirəm sizə və uşaqlıqdan insanların eşitdikləri, duyduqları, yaşadıkları onun gələcəyinə də birbaşa sözün əsl mənasında təsir edir. Biz bəlkə də başa düşmürük, uşaqdır, körpədir, başa düşmür deyə yanaşırıq övladlarımıza, ətrafdakı uşaqlara. Amma şuuraltı deyə bir anlayış var, insanın həyatına təsir edir. Ona görə biz əgər uşaqlıqdan övladlarımızı düzgün istiqamətləndirmək istəyiriksə, onların yanında etdiyimiz müəyyən danışıqları və hərəkətləri tənzimləsək, onların gələcək ixtisasına təsir edə bilər, yoxsa ki, onların ruh halı, istəkləri, onlar fərd olduqlarına görə istər-istəməz tam başqa istiqamətə gedə bilərlər. Hər iki xanım danışarkən hardasa evdə onların sahəsinə yaxın peşədə olan adamlar olur. Vəfa xanım dedi ki, atam biznesmen olub. Nuray xanım dedi ki, atam musiqiçi olub. Yəni aşağı-yuxarı o sahənin içində pişmiş insanlardılar. Sözsüz insan danışığına oxşuyur. Yəni şuuru altına elə qoyaq, şuuru qoyaq qabağa. Birinci şuurlu şəkildə danışdığımıza fikir verək. Çünki hər bir danışığımız bizim öz həyatımızda hadisələrlə qarşılaşdırır bizi. Sözsüz ki, biz əgər gələcək planlarla bağlı uşaqlarda nəyisə aşılamaq istəyirsə, birinci həmin sahədə, həmin mövzularda özümüz yetəri qədər peşəkar olmalıyıq. Yəni bəzən məsələn özümüz yaşaya bilmədik həyatı bəzən biz uşaqlarımızdan tələb edirik. Və bu formada olanda uşağın da bir müddət sonra həmin sahəyə qarşı marağı azalır. Amma bir də var, uşaq hər gün atasında, anasında danışıq, etiket qaydaları, iş həyatı, sosial həyatını görür və istər-istəməz deməsə də belə, valideyn aşılamasa da belə. Çünki uşaq gördüyünə oxşuyur. Biz bir ümumi fraza var. Deyirlər uşağa danışma. Uşaqla danış. Uşaqla danış odur ki, qarşılıqlı formada biz nəyisə müzakirə edirik, təhlil edirik, soruşuruq, cavablandırırıq. Amma uşağa danışlayanda bu bir amiranə fikir səslənir, bir əmrdir. Bunu formada eləmə, bunu formada eləmə. Bu, biz də bilirik qadağalar insan şuurunda hər zaman onu aşmaq üçün bir instinkt vardır. Bəli. Yəni, ən yaxşı variant nə uşaq? Böyüklərlə bağlıdır ki, biz hər şeyi açıq formada danışa bilsək, müzakirə edə bilsək, ümumi olaraq balansı qoruya bilərik. Karyera insanı tanıdır, ailə insanı qoruyur. Hara getsək də, hər iki xanıma danışanda, baxın, əgər ailədən dəstək olsaydı, tam təfsilatı ilə, narahat olma, get, alınacaq, bilirəm. Bacararsan. Və bəlkə də indiki səviyyədən də daha tez bir formada yüksək olan səviyyə çata bilərdilər. Amma yəni bizim cəmiyyətdə gəlin onu da qəbul edək ki, hər zaman valideyn övladını dəstəkləmir, amma son illər insanların fərqindəliyi artdıqca, mütaliə daha çox etdikcə və dünyaya açıldıqca görürlər ki, övladı hansı seçimi etmiş olsa belə onun yanında olmalıdır. Yalnız uşaqları körpəlikdən az yaş olan zamanda demək lazımdır ki, sən nə etsən, mən hər zaman sənin yanındayam. Valideyn qorxur. Nədən qorxur? Valideyn uşağın gələcəyindən qorxur. Valideyn sosial durumdan qorxur. Ona görə, baxın, bizdə nə var? Ev anlayışı var ki, bir dənə evim olsaydı, bilirəm ki, uşağımın evi oldu. Bir dənə ailəsi olsaydı, mən rahat olardım ki, uşağımın ailəsi var. Amma biz o güvəni ona versək ki, hər bir halında mən sənin yanındayım, eynən siz deyən kimi, narahat olma, cəhd elə, səhv eləyərsən, öyrənərsən. Səhv eləyərsən, öyrənərsən, uşaq artıq səhv elə rahat da öyrənəcək. Uşaq yaşlarından lazımdır bunu etmək, 20 yaşından sonra yox. Bilirsiniz, qorxu hissi yaxşı hissdir, amma qorxaqlıq yaxşı hal deyil. Yəni, müəyyən bir müddətdən sonra cəsarətimiz itir. Çünki valideyn hər zaman uşağın hər istədiyini edirsə, maddi və mənəvi dəstək görürsə, o uşaq həm siz dediyiniz kimi qorxaq böyüyə bilər, eyni zamanda ətraf mühitdə yaşanacaq problemlərə hazır olmadığına görə müəyyən psixoloji problemlər də yaşaya bilər. Bununla bağlı dəfələrlə seminarlarda izah eləmişəm. Əlimizin içində üflüyə saxladığımız uşaqlarımıza həyat harcada bir şillə vurur. Düzdür. Qaçılmazdır bu. Biz o uşaqlarda o immuniteti yaratmırıq. Həyat şillə vuran kimi uşağımız depressiyadan qalxa bilmir. Həyatı tutuna bilmir. Həmin uşaqlar depressiv olurlar. Əlbəttə, əgər biz o immuniteti onda yaratmamışıqsa, həyatın sərt küləyinə qarşı duruşu yoxdursa bu uşaq, səhəri gün onda olan hər hansı bir ən kiçik nüansda, hadisədə özünü itirəcək. Bizim uşaqlarımız intellektual baxımdan bizdən qat-qat irəlidir.
gəlin etiraf Bunu edək. qəbul etmək lazımdır. Əlbəttə, təbii ki. ancaq emosional olaraq çox zəifdirlər, çox həssasdırlar. Tez depressiya, ruhsuz, Onu ruh da halı çox vurğulayarıq. aşağıdır. Onu da qeyd etmək lazımdır ki, emosional baxımdan uşaqlarımızı necə güclü edək, onu da irəliləyən dəqiqələrdə mütləq qeyd edək. Və emosional baxımdan Vəfa xanım, yəni duruşunuz, baxışınız, hərəkətiniz, insan xarici görünüşü onun haqqında az-çox məlumat verir və hiss edirəm ki, siz güclü xanımsınız. Yəni bu güclü olmağınız nə ilə bağlı? Mən artıq ailədən ayrıldıqdan və təhsilə başladıqdan sonra, çünki mənim ailəm rayonda yaşayır və mən Bakıya universitetə qəbul olarkən gəlmişəm 16 yaşımdan. O zamandan sonra artıq öz işimi qurum, öz biznesimi qurum deyərəkdən dəfələrlə, yəni öz işini quran, öz ayaqları üzərində dura bilən hər xanım güclü xanımdır. Çünki tək başına eləyirsə bir insan bir işi və heç bir dəstək almırsa və nəinki dəstək, maneələr varsa, o maneələri tək başına aşıb keçə bilirsə, o üçün güclü insanlar. Biz hər zaman güclü xanım anlayışı, ayaqlarının üzərində durmaq sözlərini deyirik. Xanımların əksəriyyəti güclü olmaq istəmir, güclü olmağa məcbur olurlar. Həyatda yaşadıkları problemlər, maneələr, yəni itkilər onları güclü olmağa vadar edir, dəstək istəyir, maddi, mənəvi. Hətta bəzi məqamlarda bir kəlmə söz belə insanın həyatını dəyişə bilər. Təbii daşlarla işləmək, onun enerjisini hiss etmək, o enerjini digər insanlara ötürmək, yəni siz öz enerjinizdən sanki həm də verirsiniz o daşlarla bərabər. Ümumiyyətlə insanların enerji anlayışı buradan başlayır, yəni beyindən başlayır. Bir insan bir şeydən enerji alarkən ilk öncə onu qəbul eləməlidir, inanmalıdır ki, istəyir bu daşı yerdən alsın, istəyir təbii daş olsun, mineral olsun, ilk öncə buna inam olmalıdır. Və təbii ki, təbiətdən gələn, dağlardan, dənizdən, okeandan, suyun altından, yəni bu təbii daşlar bilir ki, minerallar da təbiətdən gələn hər bir şeyin də bir mənası var, bir enerjisi var. Və təbii daşların da hər birisinin özünə görə tərkibindəki minerallara görə bizim bədənimizə toxunarkən onların bir enerjisi var. Yəni mən o enerjiyə inanmıram ki, daşı qoydum evə, evin aurasını dəyişdim. Bu yəni inamın gücüdür bu. İnanmaq lazımdır ilk növbədə. Hardasa mən deyərdim ki, 50-50-dir. Bunu 100% təsdiqləyən bir şey də yoxdur ki, 100% daş səni müalicə edir. Amma inam varsa, inam insanı müalicə edən ən böyük bir faktordur. Təbii daşa bir müalicəvi metod kimi baxarsaq, dərmanlara baxdığımız kimi, təbii daşları da bədənimizdə istifadə edərkən, necə ki, illərdir bilinir ki, artıq kəhraba zoğun müalicəsində istifadə olunur. Yəni bu daş deyil, şirədir əslində. Amma yəni bunun kimi bir neçə minerallar da var ki, bədənlə təmas edərkən artıq dəri vasitəsilə insana onun minerallarının bir xeyri var. Yəni onun həm psixoloji olaraq biz enerjisini qəbul edirik, həm minerallarından faydalanırıq. Bir haşiyəyə çıxım, çox gözəl bir mövzuya gəlmişik. Enerji bizdədir. Həyatın mərkəzində bizik. İnsan enerjisi hər bir insana yansıya bilir və bu energiyanı qorumaq lazımdır. Baxın, bəzən gedək bir 10 nəfərlə danışaq, sonra birdən-birə sönürük. Enerjimizi alır, energetik vampir deyirlər ona. Və nə qədər ki, bu enerji bizdədir, bunu müsbət tərəfə çevirdikcə, xoş sözlərdən istifadə etdikcə bu bizdə alovlanır və qarşı tərəf bundan qidalanır. İnsan maddi qidadan əvvəl mənəvi qidayla böyür. Yəni, biz uşaqlara, özümüzə tutalım da müəyyən bir vaxtlar peyvənd olsun, multivitamin olsun, şirə olsun və s. qidalanırıq ki, bizim immunitetimiz artsın. Düzdürmü? Düzdür. Amma psixoloji olaraq mənəvi qidamız həmişə ikinci, üçüncü, dördüncü planda qalır. O bir mövzu ki var, deyirlər, boş vaxtında kitab oxuyursan mı mövzusu? Bu kitabı boş vaxtında oxumurlar. Kitabın kitab vaxtı var. Boş vaxtda televizora baxarsan, kitaba görə vaxt ayırmaq lazımdır. Mütləq olmalıdır. İnsan öz mənəvi qidasını təmin eləmədikcə və insan doğrudan da get-gedə cılızlaşır. Biz indiki gənclərin ən böyük görmək istədiyi insanlar ağsaqqallardır, ağbirçəklər sözün həqiqi mənasında. O ağsaqqallar, o ağbirçəklərin sözünə, duasına, yol göstərməyinə böyük ehtiyacımız var. Amma ağsaqqallıq eləməyəndə gənc də öz başının çarəsinə baxmağa başlayır və müəyyən addımlar atmağa başlayır. Bunun üçün biz uşaqlarımıza oxu deyirik, amma və lakin oxunu başqasının uşağı ilə müqayisələ deyirik. Kiminsə balası ilə müqayisələ deyirik ki, bax, filankəs getdi 300 bal yığdı, sən oxumursan. Hazırlığı niyə qoyur uşaqlarımıza? Qonşunun uşağı. Başqaları nə deyər? Qoy göstərim uşağım hazırlığa gedir. Amma nə olar ki, özün də uşaqla bərabər bu məndə arzulumu deyil. O valideynin özünün kompleksindən irəli gəlir. Valideyn özünü tanısa,
o kiminsə düşüncəsi ilə, fikri ilə yaşamaz. Valla biz bu cəmiyyətdə nə qədər desək Amma də, dəyişirik. sosial varlığı da başqalarının niyyətinə, baxışına, yanaşmasına uyğunlaşırıq. Bu gün televiziya çağırırsınız, çalışıb televiziyaya uyğun nəsə geyinə gələk. Çünki o baxışla, o prizma ilə yanaşır məsələ. Amma reallıq budur ki, biz onu eləməmişdə tutalım, uşağa kitab oxutmaq istəyimizdən əvvəl özümüz də oxuya bilsək və biz bilərək ki, tutalım bir yerdə oturub bir saat kitab oxumağa insanda nə əks təsir edir. Uşaqlıqdan gələn alışqanlıq var, yəni ki, biz nəyə öyrəşiriksə, onu müəyyən yaşa çatandan sonra da edirik. Yəni 30 yaşdan, 40 yaşdan sonra özünü insan nəyisə məcbur etməsi gəlin qəbul edək ki, çox çətin olar. 40 yaşdan sonra vərdişlər ümumiyyətlə həyatımızın ritmini dəyişir. 40 yaş böyük, 30-40 yaş böyük bir yaşdır. Mövzu budur ki, uşağa yanaşanda ki, kitab oxu və sən kitab oxuyandan sonra yaxşı yerdə işləyəcəksən falan. İndiki uşaqlar ayıqdırlar və görürlər, kitab oxuyanın da aqibətini görürlər, oxumayanın da aqibətini görürlər. Mövzu ondan gedir ki, oxuyub da özünü tapmaq, özünü kəşf eləmək, daxili ruhsal durumunu balansda saxlamaq, emosional durumlarda özünü idarə eləmək, konfliktli vəziyyətlərdə konfliktli situasiyanı idarə eləmək. İnsana bunlar lazımdır. Düz deyirsiniz. Siz deyən məqamlar bilsinə ilə bağlıdır. Bəzən olur övladlarımız sosial şəbəkəyə baxırlar və deyirlər ki, hansısa tanınmış xarici bir blogerdir və o təhsili yoxdur və yaxud da müğənnidir. Ona baxmayaraq milyonları var və təhsil almayıb, ona görə mən də oxumayacağam. Bu yanlış fikirdir. Hər kəs təkdir, hər kəs təkrar olunmazdır, bizdən yoxdur və Nuray xanımdan da yoxdur, onun ifasından da yoxdur. Biz də istərdik ki, növbəti mahnımızı dinləyək. Yine göğsünü bulut aldı ya. Ah niye gelmedin harda kaldın? Yine göğsünü bulut aldı ya. Ah niye gelmedin harda kaldın? Gözümü yolda koyup bir yubanan yar dedim. Gözümü yolda koyup bir yubanan yar. Baxıram yağışa, gedirəm o başa, gəlirəm bu başa. Baxırsan yağışa, bəlkə də başını atırsan balışa. Gülüm harda qaldın, qaş qaraldın, gözümü yolda qoyub bir yubanan yar dedim. Gözümü yolda qoyub bir yubanan yar. Gözümü yolda koyup bir yubanan yar dedim. Gözümü yolda koyup bir yubanan yar. Yar gelip görüşe gözüm aydın yar. Sürüşe sürüşe gözüm aydın. Yar gelip görüşe gözüm aydın yar. Sürüşe sürüşe gözüm aydın. İslanıp üstü başı yaz yağışından. Yarımın tökülür bir can alan naz bakışından. Kurbanam nazına, yurdumun kızına, kışına yazına. Kapkara gözüne, o kimi sözüne, ay kimi yüzüne. Gülüm hoş gelmişsen, benimki sen. Ayı türü dolanırız güzelim sen güzelim. Ayı türü dolanırız güzelim sen. Ayı türü dolanırız güzelim sen güzelim. Ayı türü dolanırız güzelim sen. Ayı türü dolanırız güzelim sen güzelim. Ayı türü dolanırız güzelim sen. Ayı türü dolanırız güzelim sen güzelim. Ayı türü dolanırız güzelim sen. Çox sağ olun gözəl ifanıza görə. Göz nəzər deyən bir anlayış da var. Bəlkə də siz inanmırsınız, bəlkə də izləyicilərimizin bir çoxu inanmır. Yəni bizim toplumda belə bir anlayış var. Ona görə deyirlər ki, çox şey paylaşmaq lazım deyil, hər şeyi bildirmək lazım deyil. Ailə həyatını hər kəsin göz önünə qoymaq lazım deyil. Sosial şəbəkələrdə hətta bəzən olur ki, olmayan həyatın insanlar göstərirlər. Bir neçə vaxtdan sonra onların ayrılmasını biz eşidirik, təəccüblənirik. Yəni razısınız bu fikirlə? Bəli, mən tam razıyam. Yəni göz önünə hər şeyi paylaşmaq lazım deyil. Xeyr, yəni hər kəs
sənə o saf niyyətlə baxmır. Hər kəs sənin xoşbəxtliyi və xoşbəxt olmur. Ən yaxın dostun belə. Yəni ümumiyyətlə dostdan məsələn söhbət açsaq, insan sənin bəli pis günü və pis ola bilər. Amma Yaxşı günü və sevinmək, bəli, bu yaxşı bir xarakter tələb eləyir insanda. Burada karyeranı irəli gətirsək, karyer elə bir məfhumdur ki, burada üzdə olmaq an məsələsidir. Yəni və üzdə olan insan da sözsüz ki, axır əvvəl yüzlərlə, minlərlə, 10 minlərlə insan nəzərində olur. Sırf o minvalla yanaşı olsaq, işimiz qismən məhdudlaşa bilir ki, onu görməsinlər, bunu eləməyim. Amma digər tərəf var. Göz dəymək, nəzərə gəlmək anlayışına gəlim. Kitabın burada gücü bilsin nə qədərdir, deyim. İnsan özünü inkişaf kitabları ilə mənəvi, psixoloji baxımdan o qədər imtid yaradır ki, o xırda nüanslar insanda ciddi bir travma və yaxud ciddi bir reaksiya vermir. Oldu, baxla, sözdür, çıxır, gedir. Yaxşı bir paltar alırsan, səni sevməyən biridir ki, o qədər yaraşmır. Güclü psixoloji ümidiyeti olan insan mənə yaraşır. Sən öz gözünə görürsən. Amma başqası o paltarı 100 dəfə baxır, tezdən baxır, gedir dəyişir. 100 adamdan soruşur ki, bu yaraşır. Öz güvəni aşağı olan insanlar adətən ətrafın, fikirlərin onlar üçün çox önəmli olur. Yəni əgər mən özümə güvənirəmsə, mən özümə dəyər verirəmsə, əlbəttə kimisə fikrini öyrənə bilərsən. Yalnız yenə də öz düşüncənlə hərəkət edəcəksən. Öz güvəni necə? Öz güvəni. Uşaqlıqdan aşılayan övladımıza. Başlayırıq ki, o müəyyən bir baza var. Tutalım 2 yaşında, 1 yaşında peyvənd olunmayan uşağı gətirib 30 yaşında eyni doza, eyni peyvənd eləmirik. Vaxtı keçir bunun. Mərhələ özgüvəni də o zaman verməmişiksə, gəlib 30-35 yaşında biz deyə bilmərik. Bundan sonra bu forma. Amma yenə də onu deyə bilmərik ki, əgər insan müəyyən yaşa çatıbsa, özgüvəni artıq heç bir zaman yarana bilməz. Şərait yenə də bilər. inkişaf etdirməlidir insan. Var. Bəli, insan ümumiyyətlə hər zaman inkişaf etməlidir. Həyatın özü inkişafdadır. Günəş heç zaman dayanmır. Yer kürəsi həmişə fırlanır. Mövzu bundan ibarətdir ki, zamanla yox da bir günün rutini olmalıdır. Mən gündəlik bu işləri görməliyəm, filan yerlərə getməliyəm. Mənəvi nə rahat gəlirsə, insan bu duyğuları bastırmamalıdır. İnsan hər zaman istədiyini edə bilmir. İnsan səsi var, istedadı var və yaxud da yoxdur, mahnı oxumaq istəyir. Amma bir yerdə komfort zonanı qırmaq lazımdır, komfort zonadan çıxmağı da bacarmağı yenə də uşaqlığa dayanır. Yenə də. Qırmaq olur bəzi şeyləri. Ailəni də yük kimi verməyək insanlara. Bəzən o danışırlar ki, bizim cəmiyyətdə əksər hallarda ailəni yük kimi verirlər. Xanımlar üzərində ağır bir yükdür. Yük deməyim də məsuliyyətdir. Çünki hansı ailədən söhbət gedir? Evləndikdən sonra yoxsa valideyn olaraq? Evləndikdən sonra. İnsanlar balanslı şəkildə bunu qoruya bilərlər. Yəni qadın həm qadındır, həm anadır, həm həyat yoldaşıdır, həm karyera sahibidir. Bunların hamısını təbii ki, yoldaşının da dəstəyi varsa, bunların hamısını balanslı şəkildə davam elətdirə bilər. Əlbəttə bilər. Dəstək görməsə tək qalar və yorular. Hissetdim Vəfa xanım, siz Subay xanımsınız. Çünki səsləndirmək, belə fikir söyləmək çox asandır, amma bizim bilmədiyimiz tərəfləri var ailə həyatında. Doğru insan seçmək lazımdır. Doğru insan seçmək, yəni hər şey ilk əvvəllər göründüyü kimi olmur. İllər keçir, insan ən yaxınını, dostunu belə bir hadisə ilə qarşılaşır ki, mən səni tanımırmışam kimi bir təəssürat yaranır. Vəfa xanım dedi, heç də yanlış seçilmiş insanlar deyil. Amma onların içində müəyyən situasiyalarda ünsiyyətə girə bilməyən, çıxış yolunu birgə tapa bilməyən, mədəniyyət baxımından uzlaşmayan insanlarımız var. Mən həmişə demişəm, psixoloq kimi deyirəm, çalışaq birinci insanların mədəni həyatına baxaq. Çünki mədəniyyət, ailə, kök çox böyük faktordur. Çünki adamın çay içməyi, adamın yatmağı, adamın danışmağı, söz ehtiyatı, etik qaydaları çox vacibdir. Bunlar əgər üstə düşmürsə, o ortalıqda olan sevgi, ortalıqda olan ehtiras müəyyən müddətdən sonra sifət düşür. Biz valideynlərimizdən eşidirdik ki, hər zaman sosial durumumuz, vəziyyətimiz aşağı-yuxarı eyni olmalıdır ki, zaman keçəndən sonra sən onun fərqinə varacaqsan, başa düşəcəksən ki, sizdə alınmayacaq. Yalnız sevgi, eşq, məhəbbət, ilk əvvəl olan o duyğuların əbədi olmasını gənclər düşünür, olacağını düşünür və zaman keçəndən sonra ailələr arasında münaqişələr yaranır, həyat yoldaşları arasında münaqişələr yaranır, sonra övlad dünyaya gəlir və valideynlərin müdaxiləsi də bizim cəmiyyətdə bilirsiniz ki, bir mənalı şəkildə qaçınılmazdır. Müdaxilə ilə bağlı. Əksər hallarda. İndi bir qədər əvvəl kimi deyil və sanki boşanmaların sayı azalıb.
Evlənənlərin sayı azalıb deyə daha düzgün düşür. Evlənənlərin Əlbəttə. sayısı. Müdaxilə bir mövzu deyim. Tutalım gənc ailə davamlı olaraq maddi, mənəvi, sosial olaraq böyüyündən dəstək alırsa. Tutalım da maaşı azdır, işləyə bilmir və davamlı olaraq bu 6 ay 1 il alırsa, əlbəttə o böyüyün səhəri gün evə müdaxiləsi qaçılmazdır. Ola bilər o böyüyün məsləhətini biz müdaxilə kimi qəbul edirik. Amma reallıqda budur ki, biz gənclər bəzən onu düzgün qiymətləndirməyə bilməliyik ki, bu adam bizdə filan mövzularda əl tutur, kömək edir, deməli onun da harada söz haqqı var. Bu söz haqqı bir dəfə olur, 2 dəfə olur. Ailədə, ailə başlanğıcında, ailə gedişatında təməl necə qoyulursa, necə qəbul ediliriksə, o formada da gedir. Çox yaxşı olar ki, psixoloji baxımdan ailəyə hazır olaq. Yəni, maddi baxımdan hazırlıq heç də ailənin təməlinin düzgün olması deyil. Psixoloji baxımdan yaş faktoruna əgər biz nəzər yetirsək, neçə yaşından sonra ailə həyatı qurmaq düzgün sayılır? Var, pasport yaşı var, psixoloji yaşı. Hər ikisini söyləyin. İndiki vaxtda akselerasiya var, yəni insanların ayrılması, dünyaya baxışı artıq tutalım biz 20 yaşımızda dərk elədiklərimizi bugün 13, 14, 15 yaşlı uşaqlar dərk edə bilirlər. Amma ümumi sosial durumu, ümumi vəziyyət nəzərə alsaq, son dönəmlər 28-30 yaşın üzərindədir. Yəni ailə həyatı. Xanımlar və bəylər. Bəli. Çünki artıq reallıqda biz dedik ki, mövzunun başlanğıcında sanki bir feminizmi aşlayırlar bizə və xanımlar da onun təsirindədir, kişilər də sanki onun təsirinə düşür, sanki elə bir öz öhdəliklərini qismən buraxırlar ki, qoy eləsin. Amma reallığa baxsaq, bugün xanımın geyimi, uşağın geyimi, xanımın yaşayışı, ailənin yaşayışı gözlə görünməyən olmasıdır, kişinin üzərində bir haqq verir, kişinin üzərində bir yükdür. Öhdəçilik bəylərə daha çox düşür deyək. Əlbəttə düşür. Və biz hər bir bəy də istər xanım əlbəttə müəyyən bir yerə qədər onunla paralel işləsin, getsin. Amma müəyyən bir stereotiplər var ki, onu hamı qəbul edə bilmir və müəyyən bir mövzular var ki, fikir ayrılıqları yaranır. Tutalım evdə işləməyən bir xanım, evdar bir xanım və iş sahəsində uğurlu bir xanım. Bunların dünya görüşü arasında yerə görə fərq olur. Özünə inam, öz hüquqlarını bilmə və hər iki tərəf ailədə əsas vacib odur ki, öz komfortundan xərcləyə bilsin. Yəni mənim üçün hardasa nəyisə qurban verməyi mütləq bacarsın. olmalı, hər iki tərəf qurban verməlidir. Az ya çox dərəcədə. Əgər qurban verə bilmiriksə ki, bu mənə xoşdur, o ona xoşdur, bu ailə mütləq formada uçuruma gedir. Uçurumun kəndarındadır. Hüquqları bilmək məsələsinə qaldıqda bəzən olur ki, xanımları elə aşlanıb sənin hüquqların, xanım hüquqları, mən bəylə eyni dərəcədə olmalıyam. Yalnız biz necə, hansı tərəfdən yanaşsaq belə bizim aramızda uçurum var. Mən bu mövzuda razı deyiləm. Bərabər deyilik biz. Həm bərabər deyil, həm fiziki baxımdan biz bərabər deyilik, həm mental baxımdan biz eyni deyilik, həm mənəvi. Hardan biz bu məsələyə yanaşsaq bizim fərqimiz var. Ailələrin dağılmasının təməl səbəblərindən biri də yəqin ki, bu bərabərlik, hüquq, qadınların, xanımların hüquqlarını müdafiə etməsi, evdə bəylərinə yemək bişirmək istəməməsi və sair kimi ev işlərini görmək istəməməsi, belə məqamlara görə ailələr dağılır və insanlar bir-birinə nəyisə qurban verməkdən imtina etdikdən sonra böyük problemlər yaşanmağa başladı. Mən burada bir nüansa toxunmaq istəyirəm. Burada bir psixoloq kimi deyil, sadəcə ətrafımda çoxlu gənc evli ailələrdən bir nümunə kimi onları çəkmək istəyirəm. Bugünkü ətrafımda o qədər gənc insanlar artıq övladları olduqdan sonra boşanmağa müraciət edirlər. Səbəbinə baxdıqda hamısı eyni səbəbdə dayanır. Övlad olduqdan sonra atanın o məsuliyyət yükündən qorxub qaçmasıdır. Ata qaçır. Ata qaçır adətən. Çünki qadını körpə uşaqla evdə tək qoyur. O dediyim kimi qadın həm ana rolunu oynayır, həm həyat yoldaşı rolunu oynayır, həm evdarlığını eləyir, həm uşağın o ağrısını, qayğısını, hər şeyini çəkir. Ata yoxdur. Qadın hər şeyi tək başına edir və nəticədə gəlir sən özünə baxmağa vaxt ayırmırsan, deyir, buna bax, deyir, özünə baxmır. Çünki onun özünə baxmağa artıq vaxtı yoxdur. Bütün mental olaraq çöküb, fiziki olaraq
zaten hamiləlik dövrü olsun, uşağı dünyaya gətirmək çox ağrılı proseslərdir. Mən onları ətrafımda görmüşəm. Bunun üçün ana və ailə sahibi olmağa ehtiyac yoxdur. Yəni canlı şahidləri oluram hamısının. Onları gördükdə ailənin içində rol bərabərliyi pozulduqda, balans pozulduqda, qadın tək qaldıqda artıq gəlib boşanmaya çıxardır. Hər problemdən sonra da boşanmağa qaçmaq da düzgün deyil. Hər problemdən Çünki qarşı sonra deyil, tərəf də əlbəttə. bəlkə bir zamandan sonra başa düşməyə başlayır. Ona görə də yenə böyüklərin dəstəyi çox önəmlidir. Böyüklər adətən Böyüklərin sakitləşdirməyə dəstəyi çalışır. bir müddət Otur yəqin uşağın düşünmək var. daha Otur düzgün uşağın olar. var. Ananı artıq uşağa qurban verməyə çalışırlar. Burada əslində insanlar maariflənsə, psixoloji dəstək almağa getsələr, yəni bizdə təəssüflər olsun ki, psixoloq yanına getməyi bir dəli kimi görürlər ki, sən psixoloqa niyə Biraz düzələ ehtiyacın var? belə, böyük bazar Biraz düzəlib düzəlib, də. amma qismən yenə də var. Mən özüm də günü bu gün artıq psixoloq dəstəyi alıram. Bu normal bir şeydir. Hər kəsin özünün, bəlkə də psixoloqun özünün belə psixoloq Bilirsiniz, ehtiyacı ola Onun bilər. mütləq psixoloqların psixoloqa ehtiyacı var mütləq. Anlaşılan olmaq lazımdır. Yəni qarşılıqlı formada əgər ünsiyyət yoxdursa, danışmaq lazımdır. Bu rol bərabərliyindən daha çox rol üstləmələri var. Tutalım, mən fiziki işdə hansısa mövzunun üzərində götürürəm, xanım yemək bişirmədə hansısa mövzunun üzərində götürür. Bu o demək deyil, bir gün yemək mən bişirməliyəm, bir gün xanım bişirməlidir. Bunu düzgün bölüşdürə bilsək, Öhdəçilikləri bölməyi bacarmaq lazımdır. İndi öhdəçilik deməyək, yalnız burada Nuray xanım var və Nuray xanım da təbii ki, bizim üçün bir mahnı ifa etsə biz çox sevərik. Ay qız çoxdandır çəkmisən məndən nəzəri, həsrətindən yanıram, yoxdur bir xəbər. Çəkibdir qəsdimə cəllad kimi gözlərim, kaman bir tərəfdəndirsə yay bir tərəf. Çəkibdir qəsdimə cəllad kimi gözlərim, kaman bir tərəfdəndirsə yay bir tərəf. Həsrətindəyəm ey ay, sən ey sevgilidir ay, məndən ayrı salıblar, səni o zalım əlqənar.
Günay xanım, bir daha təşəkkürümü bildirirəm gözəl ifanıza görə, eyni zamanda dəyərli qonaqlarımızda da minnətdarlığımı bildirirəm. Çox sağ olun. Düşünürəm ki, izləyicilərimiz də maarifləndirdi. Boşanmaq ərəfəsində olan insanlar fikrindən daşındılar. Çünki ailə və karyeranı eyni vəziyyətdə tənzimləmək mümkün. Əsas odur ki, insanlar istəsin və ətrafdan da dəstək almağa heç bir zaman utanmasınlar, çəkinməsinlər. Və son söz olaraq, əgər fikirləriniz varsa, nəsə əlavə etmək istəyirsinizsə, buyurun. Mən belə bir şey demək istəyirəm ki, xanımlara əsasən buradan səslənmək istəyirəm ki, özgüvən məsələsini adətən bizdə insanların, qadınların özgüvənini qırmağa çalışaraq, onların potensialını gizlətməyə çalışırlar. Hər kəs içindəki potensialı ortaya çıxararaq istədiyi həm karyerasını, həm ailəsini düzgün şəkildə, balanslı və planlı şəkildə idarə edə bilər. Təşəkkür edirəm Əfə xanım. Buyurun siz. Uğurlu ailə, uğurlu karyer deməkdir. Yəni, insan təməl olaraq ailədən aldığı dəstəyi mütləq formada karyerada davam etdirə bilər. Əlavəniz var Mən sizin? sadəcə xanımlara güclü olmağını tövsiyə edirəm, bu qədər. Hər bir kişi, bir qadın qayğısına ehtiyacı var, onun güclü olduğunu eşitməyə ehtiyacı var. Verilişimizin sonunda hər zaman olduğu kimi təşəkkürüm var. Bu gözəl məkanı bizə təqdim etdiyinə görə Rubin restoranının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm və eyni zamanda saç düzümünə görə Yasamal ərazisində yerləşən Lüks Beauty salonuna.